Bugün Azal təyyarəsinin Qazaxıstan ərazisində qəzaya düşməsindən bir il ötür. Bəs bu bir ildə qəzanın səbəbləri barədə araşdırmalar effektiv aparıldımı? Dekabrın 25-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Lenta.ru-ya müsahibəsində bildirib ki, rəsmi Bakı hələ də araşdırmanın tamamlanmasını, təzminatların ödənilməsini gözləyir. Bakı-Qrozno aviareysi ilə uçan Embraer 190 təyyarəsi Aktauda məcburi qəza eniş edib. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər xilas edilib. Hadisəyə dair ilkin hesabatda deyilirdi ki, təyyarə qəza enişindən əvvəl xarici təsirə məruz qalıb. Azərbaycanın yerli mətbuatında təyyarənin Rusiyanın Pansir S sistemi tərəfindən vurulduğu yazılırdı. Qəzadan sonra Azərbaycan-Rusiya münasibətləri son dövrlərin ən soyuq mərhələsinə çatıb. İl boyu rəsmi Bakı qəzanın səbəbləri ilə bağlı Kremldən açıqlama gözləsə də, yalnız bu ilin oktyabrında birinci şəxslər səviyyəsində ilk təmas baş tutub. Prezident Putin qəzanın Rusiya ərazisində baş verdiyini etiraf edərək kompensasiya və müqəssirlərin cəzalanacağı vədi verib. Politolog Fərhad Məmmədov düşünür ki, Rusiyanın hesabatı gecikdirməsinin əsas səbəblərindən biri Kremlin hesabatda günahın bir hissəsinin Ukraynanın adına yazılmasına nail olmaqdır. Münasibətlər yeni forma alacaqdır və bu formada məhz təyyarə qəzası ilə bağlı yekun hesabatın dərcindən sonra əsas konturlarını biz görəcəyik. Əminəm ki, bu əsasən praqmatik münasibətlər olacaq, qonşuluq münasibətləri olacaqdır. Politoloqun qənaətincə münasibətlərin təyyarə qəzasından öncəki səviyyəyə qayıtması mümkünsüz görünür. Araşdırma komissiyasının üzvləri Qazaxıstan, Rusiya, Azərbaycan və Beynəlxalq Mülki Aviasiya Təşkilatıdır. Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, baş verən qəza iki ölkə arasında münasibətlərin pisləşməsinin bəhanələrindən biri olub və tərəflər bundan öz maraqları üçün istifadə edirlər. Əslində çoxdan Rusiya tərəfi günahkarları məsuliyyətə cəlb etməlidir. Öz daxili istintaqı vasitəsilə bunun beynəlxalq tədqiqata heç bir dəxli yoxdur. Bunu etmir. Əslində hadisənin özünün gərginlik predmeti olmasından doğmur. Üzr də istəyə bilərdilər, kimisə həbs eləyə bilərdilər orada, amma bunu etmirlər. Bu onun göstəricisidir ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə köklü problemlər var. Bu köklü problemlər nümayişgahına bir biganəlik əhval-ruhiyyəsi yaradır, münasibəti yaradır. Həlak olan ekipaj üzvü Hükmə Əliyeva'nın atası da yerli mətbuatı açıqlamasında qəza səbəbkarlarının cəzalandırılmasını istədiklərini bildirib. Dekabrın 21-də Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iş qrafikinin sıxlığı səbəb göstərilərək iştirak etməyib. Müstəqil siyasi şərhçilər Azərbaycan-Rusiya münasibətlərinin istiqamətini açıqlanacaq hesabatını müəyyənləşdirəcəyini iddia edir.